Estoniyanın Nomekali komandasının səfərdə qalib gələrək Avroliqada ilk dəfə mərhələ keçən Xəzər Lənkəran klubunun futbolçuları görüşlə bağlı fikirlərini bildiriblər. Komandanın yeni transferi Ruslan Abuşov vurduğu qolun Xəzər Lənkəran komandasına qələbəsinə töhfə olduğu üçün sevincli olduğunu deyib. Lənkərandakı oyunda istədik ki, bu oyunun taleyini həll eləyək. Baxmayaraq ki, bunu bacara bilmədik. Səfərə yollananda da bilirik çətin olacaq. Amma səfərdə deməzdim ki, çox yaxşı çıxış elədik birinci ona baxarkən. Amma əsas olan nəticə idi, onu da qazandıq və artıq oyunu unudub inşallah Jelexla oyuna hazırlaşacaq. İstəyirik ki, bu mərhələni də keçib daha bir tarix yazaq. İlk oyunda hakimin qərəzli qərarları qələbə qazanmağımıza mane oldu. Lakin cavab oyunda Xəzər Lənkəran nəyə qadir olduğunu göstərə bildi. Düşünürəm ki, növbəti mərhələdə Polşanın Lex komandası ilə görüşəcəyik. İnanıram ki, qarşıdakı onlara da azarkeşlərimizi sevindirəcəyik. Yəni ki, sevinirik, həqiqətən də çox sevinirik ki, mərhələ adladı. Xəzər Lənkəran da birinci oyunu idi ki, mərhələ adladı. Uşaqların hamısını təbrik edirəm, bir də bütün Lənkəran severlərin hamısını təbrik edirəm. Qeyd edək ki, Lənkəran təmsilçisi növbəti mərhələdə Polşanın Lex və Qazaxstanın Şetisu komandalarının gücüsü ilə üz-üzə gələcək. Xatırladaq ki, Polşada keçirilən ilk oyun Lexin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.